Mən Sərxan Məmmədov, Azərbaycan Milli Kulinariya Komandasının kapitanıyam. Həmçinin Aksanın vitse-prezidentiyəm. Öncəliklə dəvət üçün Kelvin şefə təşəkkür edirəm. Artıq səhv eləmirəmsə 4-cüdür Kasakap. Ola bilsin sayda unudaram. İkinci dəfə münsifdə yer alıram. Bugün burada olmaq, gənclərlə, kulinarlarla bu həyəcanı bölüşmək çox yaxşıdır. Bu cür yarışların nə qədər çox olması da bizim üçün o qədər vacibdir. Çünki gənc aşpazlar, həmçinin yaşlı aşpazlar özlərini belə deyək də bu meydanda sınayırlar. Düzdür, biz biraz hərdən qarışdırırıq. Yaxşı yarışçı və ya yaxşı aşpaz anlamı tamamilə fərqlidir. İllərin aşpazları belə oradakı həyəcana məğlub ola bilirlər. Bugün onların həyəcanını bölüşmək, onlarla eyni sırada olmaq çox xoşdur. Bir daha təşəkkür edirəm və bütün kulinarlara uğurlar arzulayıram.